nümayişi Azərsel təqdim edir. Qızlardan ibarət milli komandaların heyətini komplektləşdirmək məqsədi ilə Lənkəran şəhərində seleksiya günü keçirilib. Seçim prosesində əsasən 1995-1999-cu il və digər təvəllüdlü 52 qız iştirak edib. Qadınlardan ibarət milli komandanın baş məşqçisi Şamil Heydarov, 15 yaşadakı qızlardan ibarət milli yığmanın çalışdırıcısı Sissy Wright və FIFA'nın Qadın Futbol Komitəsinin ölkəmizdə səfərdə olan nümayəndəsi Michelle Cox seleksiya prosesini izləyib və müvafiq qeydlər aparıblar. Toplanışın sonunda Michelle Cox qızları maraqlandıran suallara cavablandırıb. Onlara xatirə hədiyyələri verib. Sonra Sissy Wright və Michelle Cox Xəzər Lənkəran klubunun vitse-prezidenti Tuyğun Nadirovla görüşüb və klubun nəzdində qızlardan ibarət komandanın yaradılması barədə fikir mübadiləsi aparılıb. Sissy Wright və Michelle Cox'un iştirakı ilə daha bir tədbir Park Inn otelində təşkil olunub. Tədbirdə müxtəlif idman növləri ilə çalışan qadın məşqçilər iştirak edib. Azərbaycana gəlməkdə əsas məqsədim dünya çempionatına hazırlıqla bağlı buradakı vəziyyətlə tanış olmaq. Azərbaycanda çoxlu dostlarım var və mən buna görə qürur duyuram. FIFA 17 yaşadək qızlardan ibarət milli komandaların dünya çempionatının Azərbaycanda keçirilməsini çox istəyirdi. Çünki FIFA futbolun inkişafı üçün burada görülən işlərdən çox razıdır.